Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizdən ilk dəfə öz səsimlə danışıb video çəkəcəm, vlog çəkəcəm. Çox həyəcanlıyam. Bugün uşaqları bağçaya göndərmişəm, qızımı da yatızdırmışam. Uşaqların burada belə bir polkası var. Onun üstünə ancaq kitablarım falan yığıram ki, qızım əl vura bilməsin. Ona görə indi oranı sizlə bərabər təmizləyəcəm. Çoxdan buralara əl vurmuram. Biraz çox qarışıbdır. Şöyle kassalarını da boşaltmışıq. Qışda yenə başlayacaq doldurmağa. Bu da qızımın. Atılmalı şeyləri də ataq ki, Ayaz bu ildən məktəbə hazırlığa başlayacaq. Kitab dəftərimiz daha çox olacaq. Ona görə də bəzi şeyləri yığmalıyıq, atmalıyıq. Əvvəlcə buranı belə silim. Əslində bir neçə video hazırlamışam, amma üstünə səs yazmalıyam deyə bunlar hələ qalıbdır. Bunları çəkirəm ki, üstünə əlavə edeyim. Bunları özüm bura vurmuşam. Uşaqların bəzi kuklaları var, onları da yığışdırmalıyam. Onları buradan asıram, labubular falan var, asmalı kuklalar. Çünki qızım çox qarışdırır. Çöldən də səslər gəlir, üzürlü sayın. Bilmirəm, xoruzlar niyə saat 11-də, 12-də banlayırlar. Eşitmişik ki, xoruz səhər saat 5-də banlayır. Neysə, bunları o qədər dediyim 20 gün falan da əl vurmuram deyə arada biraz da çox külək oldu. Necə tozlanıblarsa, mən şok. Bunların da elə üstünü sileyim. Mən çox saxlamıram, yəni dəftər, kitab istifadə edib qutardıqca onlar atıram. Bəzilərin xatirə saxlayıram, düzdür. Amma çoxdur, həddindən artıq çox olur dəftər, kitabları. Onun üçün yəni yerdə olmadığı üçün atıram bəzən. Ayaz çox xoşlayır, elə Arda da çox xoşlayır. Bu arada mənim 2 oğlum, bir qızım var. Mən onlar haqqında danışıram, sanki siz tanıyırmışsınız kimi. 2 oğlum, bir qızım var. Böyük oğlum Ayazdır, 5 yaşı var. Balaca oğlum da Ardadır, onun da 4 yaşı olacaq. Kızımın da 2 yaşı olacaq. Ayazla Arda bağçaya gedir, amma qızım Aysu hələ bağçaya getmir. Çünki o bağçaya yaşlı qrupa yoxdur deyə ancaq 3 yaşından götürürlər. Mən də hələ vacib bilmədiyim üçün qoymadım. Çünki özüm də evdəyəm, hələ ki özümdən qalır. Amma çox bağça deyir. Bəlkə bu ildən yoxlamaq üçün nəysə arada 1-2 gün göndərdim. Bu çox qəşəng bir şeydir. Bunu Temudan vurmuşdum uşaqlar üçün. Belə kartlardır. İngilis dili öyrənirlər. Nə qədər də ingilis dili müəlliməsi olsam da uşaqları mənə çox qulaq asmırlar. Ona görə bu daha maraqlı bir şeydir deyə bunu almışam. Hello, let's play now. Məsələn, Apple yazılır. Mən də belə qoyanda Apple deyir. Uşaqların marağını çəkir. Neysə, ona görə Ayazla Arda bundan məşğul olurlar. Demək olar ki, yəni I will go to have a rest. hər gündə Bye. hər gündə olmasa, həftədə bir neçə dəfə biz bu kartlarla məşğul oluruq. Onun hesabına öyrəniblər. İnşallah sabahdan Ayaz başlayacaq. Yüngül bir hazırlıq var. Bağça yoldaşının anası sağ olsun ibtidai sinif müəllimidir və uşaqlar üçün hazırlıq təşkil edib. Ora göndərəcəm. Düzdür, potensiallı uşaqdır, amma yenə də istəyirəm ki, başlayanda yaxşı başlasın. Bu arada biz Sumqayıtda qalırıq. Bağçaya gedilər, çox razıyıq bağçamızdan, həddindən artıq. Yəni təsadüfən gedib oranı tapmışdım. Amma o qədər xoş oldu ki, oradakı müəllimlərlə tanışlıq mənə. Yəni uşaqlara o qədər rahat etibar edirəm ki, onlara da qorxmuram. İraq olsun, yəni biz bağçalardan eşidirik də müəllimələr uşaqları necə vururlar, şiddət göstərirlər. Mən çox
o barədə qorxaq biriyəm. Hamı da elədir, mən elə düşünürəm ki, yəni özünüz acıqlansaq da başqasını acıqlamağın, vurmağın istəmədikdə qətiyyən. İnşallah ki, oktyabrdan başlayacaq. Yenə də başlamışam Temudan bu arada. Dünən yaxşı sifarişlər vurmuşam. Həm özümün, həm də bir neçə nəfər məndən xahiş elədi ki, sifariş vurarsan 30 manat altı olanda vurmaq olmur deyə birləşib bir yerdə vurduq. Onlar da gələcək inşallah, amma başqa bir sifarişim də olacaq bu yaxınlarda. Payızdıq, qışdıq, uşaqlar üçün bəzi şeylər vurmalıyam. Yəni, bəzi adamlar narazıçılığı edir Temudan, amma mən razıyam şəxsən. Çünki seçib vurdum bunu. Seçib vurduğum paltarlar heç vaxt pis gəlməyibdi də. Yəni, çünki materialına falan yaxşı baxıram. Həm də xoşum gəlməsə qaytara da bilirəm deyə. Mənim üçün problem deyil Temudan vurmaq. Onun üçün növbəti dəfədə Temudan vuracağım. İndi ən əsası özümə tripod, işıqlı tripod vurmuşam ki, vloglarımı daha yaxşı çəkeyim. Belə. Kitabları onun içinə qoymayacağım. Kitabları ayrıca qoyun. Bunlar ucu Ayazla Arda əzbərləyiblər deyə qalıb Aysuya. Aysu ilə məşğul olacaq. İnşallah sentyabrdan biraz havalar sərinləsin. Evə girək. Evə eşiyə yığışa bilmirik deyə. Bunlar sabahdan hazırlığa götürəcək Ayaz. Bunları da kənara qoyun. Evə eşiyə yığışmırıq deyə. Uşaqlara da bir şey öyrədə bilmirəm. Mən qışda çox məşğul olurdum onlarla. İndi fikir verirəm ki, çox başıboş qalıblar. Elə bütün günü çöldə. Ancaq istəyirlər ki, velosiped sürsünlər, maşın, motosiklet ya da gəzməyə gedək. Bağçaya da heç Arda heç getmək istəmir. Belə çox danışdım. Yox. Yavaş-yavaş sizə öyrəşirəm. Bunlar boş kağızlardır. Qoymuşam ki, nəsə rəsm falan çəkərlər. Kitab içi maraqlıdır. Nağıl kitablardır. Bu ensiklopediyanı bir ara uşaqlara oxuyurdum. İndi məsələn bu sentyabrdan başlayacağım oxumağa. Keçən il başladım oxumağa. Gördüm ki, uşaqlarda bəzi şeyləri maraqsız gəlir onlara da, başa düşmürlər deyə. Ona görə də bir il saxladım ki, heç olmasa biraz da geçsin, biraz da böyüsünlər. Sonra oxuyaram. Düşünürəm ki, bu ildə onlara maraqlı olacaq. Hər yatanda biz nağılla yatırıq. Axşam saat 8-də yuxu saatımızdır. Çox adam mənə deyir ki, çox tez yatışdırsan. Amma yəni uşaqlar ona öyrəşibdir. Düşünürəm ki, uşaqların yatma saati tez olmalıdır. Həm onların öz sağlamlığı üçün, həm də mənim sağlamlığım üçün. Çünki onlar oyaq olanda qətiyyən mən istirahət edə bilmirəm. Və mən də istirahət eləməliyəm də təbii ki. Bunu da qoyuram. Ayaz sabah aparsın hazırlığa. Yaman da var idi burada. Belə başqa karandaş naborları da var. O şey kimi olanlardan. Şimdi göstərərəm. Çamadan kimi olanlardan. Amma bunu belə gündəlik özləri üçün boyama verirəm. Hamama girirəm. Bu arada TikTok'da falan videolar yayılıbdı. Uşaqlara hamamda verirlər kafenin üstünə rəsm çəkməyə. Mən də vermişdim o günlər. Xoşlar gəldi. İndi gərək bu gün də çiməndə verim. Yaydı deyə hər gün çimizdirirəm. Bu gün də verərəm. Biraz boyama eləsinlər. Bunu niyə bura qoydum? Bu da boyadıqlarıdır. Arda biraz balacadır deyə tam boyamır. Bunu Arda boyayıb məncə. Hə, Arda boyayıb. Amma qəşəngdir məncə. Burada Ayaz biraz səbirsizdir. Bilmirəm bu kimindir. Ad yazmamışam. Burada bir anladım. Belə boyayıblar. Onlara maraqlı gəlir belə şeylər. Mən də gördükcə alıram. Yəni o
xırda-xuruş atışdırmalıqlardansa buna əvəz qoyun. Həmişə onlara deyirəm ki, atadan da, babadan da nəsə istəyəndə boyama, kitab falan istəyin. Yəni o ziyanlı şeylərdən yeyib içməyin. Belə indi də bura yerləşdirirəm ki, bəzilərini atacaqdım, amma ən azından bu qutunu falan ataram da. Burada qalsın, pul yığacaqlar qışda. İçində nə var? Həm topu deyərdim. Bunu da qoyaq. Belə. Aşağıda paltarları ütülüb qoymuşam. Şkafa yerləşdirmək qalıbdı. Ona görə taxtın üstündə düzülübdür. Bayaq deyəsən videoda görsəndi. Bu işıqlı şeydir də, şəkillərdir. Arada da aşağıdan eləyibdir bura. Aradan bu kuklası, yəni 3-4 ilin kuklasıdır. Qətiyyən ata bilmirik. Uşaq vaxtı ancaq bu etiketlə yatırdı. İndi biraz tərgidib, amma yenə də hər axşam ondan yatır. Nə günə düşsə də o SC-2-dən alınıbdır. Mən nə qədər axtardım, hətta onlaynda baxdım, bu kukladan təzədən tapa bilmədim ki, alım ona təzəsi olsun, dəyişim. Bura belə bir dünya xəritəsi də asmışam ki, uşaqlar öyrənsin, ən azından xəritənin nə demək olduğunu öyrənsinlər. Ayaz öyrənibdir. Rusiya, Qazaxıstan, Monqolistan, Çin falan okeanları öyrənib. İnşallah ki, davamlı olar. Məndən dərslə bağlı, dərsə aid olacaq da, yəni özlərin gəlişdirə biləcək şeylər istəməyindən çox xoşum gəlir. Tək ki, məndən elə şey istəsinlər. Heç yadıma düşmür ki, bayaqdan işığı yandıram. Böyükdən gələn məhsullarımdır. Özüm ora qoşulmuşam. Bunlar da bəzilərini özüm sifariş eləmişəm, bəziləri də addım hədiyyələrimdir. Bir neçə gündür gəlib artıq göndərməliyəm. Yoldaşımın bibisi salonda işləyir. Ona göndərirəm, həmişə sağ olsun orada satır. Göndərməliyəm, ora prosto bibinin yanından gedib çıxa bilmirik ki, gedək. Bunlar murmurun ətirlərdir, çox bəyənirəm bunları. Bunun yeni tam dəqiq bilirəm, çox xoşuma gəlir. Bu arada dırnaqlarıma fikir verməyin, indi birazdan dəyişəcəm. Bunun iyisi çox qəşəngdir, pudralı biri idi. Bunu da çox tərifləyirlər, amma hələ ki iyinə baxmamışam. Biri də olmalıdır orada şkafda, onu da gətirim qoyum gərək bura. Onu mama üçün almışdım. Bu ideolardan çox xoşum gəlir. Mən əvvəl spreylərdən istifadə edirdim, Nivea'nı falan. Amma bunları tanıyandan keçmişəm rulonlara. Və yəni qəti tərlətmir adamı. Daha doğrusu tərləməyin qarşısını alır. Bu da hədiyyələrimdir. Hədiyyələrim bunlar idi. Bu 5 dənə məhsul hədiyyəm idi. Bu da çox tərifləyirlər. Bunu bəlkə açıb özüm istifadə elədim. Yaxşı bir şeydir. Belə krem kimidir, çəkirsən üzə, sonra bir 15-20 dəqiqədən sonra şəffaflaşır. Və belə qabıq kimi soyulur da. Sanki maska kimi soyursan. Qəşəng bir şeydir. Üzə parlaqlıq verir. Bunu da birini açmışam. Yoldaşıma vermişəm. Açıbdır. O da bundan istifadə edir. Mən tövsiyəmlə. Belə bir göz paletidir. Rəngləri qəşəngdir. Amma Faberlikin məhsulları mən bir neçə ayda işlətməyə başlamışam deyə indi baxıram, yoxluyuram. Məsələn, bunu işlətməmişəm, bilmirəm paletləri necədir. Amma şampunları, dezodorantları, onlardan çox xoşum gəlir. Deyirəm, mən neçə ildir bunlardan işlətməmişəm də, daha bahalılarından almışam. Məsələn, bunu alıramsa 3 manata, mən alırdım 7 manata falan Nivea'nın dezodorantın. Qəşəng rənglər var. Məsələn, mən belə rənglərdən istifadə etməyi sevirəm. Bu da dodaq qələmi, göz qələmi. Bunda da belə. Bu da tujdur. Bu da pomadasıdır. Rəngi özüm seçmişdim. Məncə ideal rəngdir. Yəni hamının istifadə edə biləcəyi rənglərdəndir. Hələ Faberlik videolarım çoxdur, sözün düzü. Onları da növbəti bloklarda əlavə edərəm.
Bunlar da endirimə düşmüşdü deyə almışdım. Yaxşıdır, sərfəlidir, xoşum gəlir. Da yəqin ki istifadə eləməyə genişləndirəcəm, amma uzun müddətdir istifadə edirəm. Demək olar ki, nəmləndiricim oradandır, dezodorantım oradandır, şampun, balzam, saç kremim, üz yuma gelim. Artıq keçmişəm fabrikə. İndi də biraz çölə görüm içində nə var, nə yox. Uşaqların maşınlarını zərətkə taxmalıyam ki, gələndə sürsünlər. Tapşırıqlar. Görək bunu necə taxacaq. Çox ağırdır. Və 2 dənə şey tapdım. Bilmirəm bunun hansı maşınında, hansı motosikletində. Yəqin fərq eləməz. Yığır yəqin ki. Qırmızı ışığı yanır. Burada balaca bağımızdır. Bir neçə şey əkmişik. Pomidorlar var. Maşını da taxmağa yer yoxdur deyə maşın qaldı sonraya. Biz də çıxaq evə. Keçən gün sizlərlə bir dənə shorts paylaşmışdım. Rəfiqəmin aldığı hədiyyələr part 1. İndi part 2, 3, 4 də gələcək. Bunu bir daha açılışını eləmək istəyirəm. İstədim elə indi çaşqamda bir çay içim. Çox xoşum gəldi. Çox zövqlüdür. Dekalifdən alıbdı. Dekalifi mən də bəyənirəm. Keçən gün düzdür, bir dəfə çox əsəbləşdim. Bir nəfərə hədiyyə alırdım və orada pultlu maşın var idi. Seçdim. 9.99-dan düşmüşdü 7.99-a endirimlə. Mən də seçdim, götürdüm və əlavə yanında başqa şeylər də götürmüşdüm. Nəsə getdim Asan Xidmətə Ayazın şəxsiyyətini çıxartmağa falan. Bir də əlimi çekə atanda baxıram ki 9.99 çıxıblar. Elə düz Asan Xidmətdə onun yanındadır da. Bilən, tanıyan bilir. Sumqayıtda avtovağzalın yanındakı Asan Xidmət. Qayıtmışam ki, bəs belə-belə. Deyir ki, o endirimə düşüb, sonra da endirimdən çıxıbdı. Biz də unutmuşuq. Mən çayımı süzdüm, mən gedim çayımı içim. Siz də çox sağ olun ki, bura qədər videoma baxdınız. Kanalıma abunə olmağı və rəy yazmağı, bəyənməyi unutmayın. Sizin baxışlarınız mənim üçün çox dəyərlidir.